Əleyhissalamdandır. Buyurur, Ət-təhru yevman. Gün 2 gündür. Ruzigar 2 gündən ibarətdir. Yevmun ləkə və yevmun əleyk. Bir gün sənin lehvi olan gündür, bir gün sənin əleyhvi olan gündür. Bu həyatın qaydası budur. Bir gün vəzifədəsən, filankəs müəllim buyurun, filankəs müəllim buyurun. Sabah düşdün, heç salam verən yoxdur. Bir gün hacı gəl bizim məsciddə moizə elə. Hacı gəl keç yuxarı başa. Sən gəl bu verilişdə danış. Ged o verilişdə danış. Sabah ola bilsin ki, hamı üz döndərsin, getsin. İnsanlar belədir, ümumiyyətlə, insanların bir qismində görərsən etibar olmaz. Bir filmə baxırdım, adı rüsvayçılıqdır, bir ruhaninin haqqındaydı. Əvvəlində göstərirlər, küçələrlə gedir, əlindən öpürlər, ağa buyurun. Bir müddət sonra buna böhtan atırlar. Həmin əlindən öpən adamlar onu görür, üzünü çevirir, girir məscidə namaz qılmağa, bir nəfər yoxdur arxasında namaz qılsın. Tək. Bu həyatın qaydası, qanunudur. Bir gün sənin xeyrivədir, bir gün sənin əleyhivədir. Bir gün məhşursan, sabah unudulursan. Hacı Zeynalabdin Tağıyev haqqında çox eşitmişsiniz. Ona nəsihət eləmişdi Axund ki, sən bir gün ola bilər ki, bunlar əlindən çıxsın. İnanmamışdı, deyib, bu qədər sərvət əlimdən çıxar. Sonra da bilirsiniz, hansı siyasi hadisələr baş verdi. Əlindən çıxanda dedi ki, onun ayağı bildiyini mənim başım bilmirmiş. Bir anın içində hər şey əlimdən çıxdı. Hər aşığın deyə bir dövranı var. Bu həyatın 2 üzü var. Səni məğrur eləməsin. Nə var dövləti məğrur eləsin, nə sərvəti, nə sərvətsizliyi də məyus eləməsin. Qaydası belədir. Cəfər Bərməkinin anası gəldi, qurban günü idi. Oturmuşdu məzlum. Cəfər Bərməki özü xəlifənin vəziri olub. Bu dünya görmüş qadındır, dedim ki, gedim görün, mənə nə danışa bilər? Bu dünyanın hər üzünü görmüsünüz, mənə nəsihət eləyin. Dedi ki, nəsihət mənim vəziyyətim. Bir zaman mən vəzirin anasıydım, qurban bayramı olurdu. Yüzlərlə heyvan kəsilirdi. Narazı qalırdım oğlumdan ki, az oldu. İndi deyir, gəlmişəm sizin evinizə ki, kəsdiyiniz qurbanlardan bir dəri verəsiniz mənə ki, üstündə yata bilim. Bu dünyanın qaydasıdır. Əleyhissalam bizə bunu başa salır ki, çox da alqışa, tərifə, tənqidə fikir verməyin. Əsas riza məqamında olun. Allahdan razı olun və Allaha hər halda şükür və təşəkkür edin.